Siyəzən rayonunun Qalaltı ərazisində yağan güclü leysan yağışları nəticəsində çaya sel gəlib, kəndi birləşdirən əsas körpülərdən biri tamamilə yararsız vəziyyətə düşərək uçub. Hadisədən artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sakinlər problemin hələ də həll olunmadığını bildirirlər. Qalaltı sakinləri Bakunyoza açıqlamalarında qeyd ediblər ki, körpünün uçması onların gündəlik həyatına ciddi təsir göstərib. Bu körpü kənd üçün əsas keçid idi. İndi ya məktəbə gedən uşaq rahat gedə bilir, nə də xəstə olan adam vaxtında xəstəxanaya çata bilir. Alternativ yol yoxdur, ya da çox uzaq və təhlükəlidir. Sakinlərin sözlərinə görə, leysan nəticəsində bölgədə evlərə və digər infrastruktura ziyan dəysə də, dövlət tərəfindən ayrılan vəsaitlərdə məhz bu körpünün taleyi ilə bağlı konkret addım atılmayıb. Eşitdik ki, zərər çəkənlərə kömək üçün pul ayrılıb. Amma bu körpü ilə bağlı nə siyahı var, nə də gəlib baxan. Sanki bu problem ümumiyyətlə yoxdur. Onlar bildirirlər ki, dəfələrlə aidiyyatı qurumlara məlumat versələr də, indiyədək əraziyə baxış keçirən və ya bərpa işlərinə başlayan olmayıb. Bir dəfə də olsun gəlib vəziyyəti yerində araşdıran yoxdur. Bu qədər insanın istifadə etdiyi körpü uçub, amma səs çıxaran yoxdur. Qalaltı sakinləri aidiyyatı qurumlardan problemin qısa müddətdə həll olunmasını və körpünün yenidən bərpası üçün tədbir görülməsini xahiş edirlər. Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini öyrənməyə çalışdıq. Qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq. Salam, hər vaxtınız xeyir olsun. Burası Siyəzən Qalaltı körpüsüdür. Bir aya yaxındır ki, mən çəkiliş eləmişəm. Hələ də indiyə qədər heç bir tədbir görülməyib. Prezident İlham Əliyev sərəncam imzalayıb bu yaxınlarda. Sel fəsadlarını aradan qaldırmaq üçün dövlət büdcəsindən müəyyən miqdarda pul ayrılıb. Amma halbuki bu Siyəzən Qalaltı körpüsü o siyahıda yoxdur. Niyə yoxdur? Bu Siyəzən rayon icra hakimiyyəti bu dövlətə necə məlumat verir, nə məruz eləyir, o sual altındadır. Sakinlər çox əziyyət çəkirlər. Xahiş olunur ki, bu məsələni bir də nəzərdən keçirin. Bizim bu problemimiz yaxın müddət ərzində öz həllini tapsın.